Salam, hər vaxtınız xeyir olsun. Mənfis Akademi Liseyi üzrə Riyaziyyat və Məntiq müəllimi Aysel Əhmədova. Bugün sizlərlə riyaziyyat suallarının, sınaq suallarının izahlarına baxacağıq. İlk növbədə birinci sualımıza baxaq ki, bizə bir hədliyin standart şəkildə göstərin ifadəsi verilmişdir. Bir hədliyin standart şəkli ona deyilir ki, ədəd dəyişən və dəyişən üstü natural üstü qüvvətdən ibarətdir və biz burada görürük ki, 2 dənə A var. Bunu necə yazarıq? 6, A-nın üstü 4-dür. Burada isə A-nın üstü 3 verilib. Bunları biz eyni şəkildə gətirsək 6A üstündə 7 olar. 6A üstündə 7 A variantında. Sonra keçirik növbəti sualımıza. Yenə bir hədlidən sualdır və qüvvətə yüksəldilməsi tələb olunur. Qüvvətə yüksəltmək üçün biz bilirik ki, baxın, sual bu şəkildədir. Sual bizə verilir ki, -1,2 B-nin üstü 4, C-nin üstü 8-in kvadrata yüksəld. Mənfid isə kvadratı da müsbət olacaq. 1,2-nin kvadratı 1,44. B üstü 4. Üstlər həmişə vurulur. Bu cür olanda, yəni məsələn A üstündə M üstü N-dirsə, bu üstü A üstündə M vuraq N şəklində yazılır. Və yazırıq ki, B üstündə 8, C üstündə isə 16. Cavabımız 1,44, B üstündə 8, C üstündə 16 B variantıdır. Keçirik növbəti sualımıza. Növbəti sual isə bu şəkildədir. Yazırıq ki, 2 zər birgə atılır. Düşən xallar cəminin 4 və ya 5 olması ehtimalını tapın. Burada yəni ehtimalların cəmindən söhbət gedir. Birinci 4 olmasını tapacaq, sonra 5 olmasını, sonra toplayacaq. Deyirik, əgər 2 zərdən söhbət gedirsə, mümkün biz bilirik ehtimal necədir? P bərabərdir. Əlverişli halları bölürük mümkün hallara. 2 zərdən söhbət gedirsə, mümkün hal 36-dır. Amma 1 zərdən söhbət gedirsə, mümkün hal 6-dır. Düşən xallar cəminin 4. Bax, 1, 3 olsa, 1, 3. Sonra 2, 2. 3, 1. Bunların cəmi nə etdi? 4 etdi. 5 olması üçün 1, 4, 4, 1, 2, 3, 3, 2. Başqa nə yaza bilərik ki? Heç nə. 4 dənə buradan, 3 dənə buradan. 7 dənə ümumi. 36-da 7. Cavab oldu C variantı. Sonra keçirik növbəti sualımıza. Yenə bizə çox ədlidən düşüb ki, dərəcəsini tapmaq tələb olunur. Çox ədlin biz bilirik ki, dərəcəsi, bax bunu yazaq birinci. A üstündə 8 çıxaq, A üstündə 7. Çıxılsın A üstü 6, çıxaq 1. Çox ədlin dərəcəsi üstlərdən ən böyüyü götürülür. Ən böyük neçədir? 8. Cavab olacaq 8. Keçirik növbəti suala. Növbəti sual bizdə nə şəklindədir? Deyilir ki, bir ədədin 3% ilə o bir ədədin 6%-nin cəmi bir ədəd olsun x, digər ədəd olsun y. Bir ədədin 3%, yəni x vuraq 3 bölək 100, o bir ədədin 6%, y vuraq 6 bölək 100 bərabərdir 36-ya. Birinci ədədin 10%, ikinci ədədinin 8%-nin fərqi 2,4-dür. Birinci ədədin 10%, x vuraq 10 bölək 100 çıxılsın, y vuraq 8 bölək 100 bərabərdir 2,4-dür. Bu ədədləri tapın. Biz bax bunu necə yazarıq? Bunları ixtisar aparsaq 0,3 x üstə gələk 0,6 y bərabərdir 36-ya. Daha sonra isə hər tərəfi 100-ə də vura bilərik. Burada gəlin hər tərəfi 100-ə vuraq, biraz işimiz rahat olsun. 100-ə vursaq, x plus y 3x 6y bərabərdir 3600-ə. Bu ifadəni də 100-ə vursam, 10x çıxılsın 8y bərabərdir. 100-ə vurduqda hər tərəfi edəcək 240. Bizdən soruşur ki, bu ədədləri tapaq. Biz bilirik ki, burada ədədləri tapmaq üçün əvəzləmə də edə bilərik. Təbii ki də birincidə hər tərəfi biz 3-ə bölsək, burada alınacaq ki, x plus 2y bərabərdir 3-ə böldü 1200. Buradan x-i tapsaq, 1200-dən çıxarıq 2y. Gətirib burada x-in yerinə bu ifadəni yazarıq. Ya o da olacaq, bax bu şəkildə çıxılsın, bu ifadəni yazmışamsa 10y çıxılsın 8y bərabərdir 240-a. Və bizim cavablarımız alınacaq artıq buradan. Çünki burada toplayanda görürük ki, 18y digər tərəfə gedir. 18y bərabərdir. 1200-dən 240-ı çıxacaq. Aha, burada 2-yə vuranda 20y edirdi. Burada da 28y olacaq. İndi biz yazırıq ki, 12.000-dən çıxmalıyıq neçəni? Burada 12.000 daxil. Bu tərəfə keçirdikdə 240-ı çıxırıq buradan. 240. Bu da edəcək 11.760.
Və biz buradan y-i tapa bilərik ki, 11760-ı bölərik 28-ə. Buradan cavab alınır neçə? 420. Y 420-dir. Y 420-dirsə gətirib tənliyin istənilən yerində qoysaq, məsələn burada x plus 842-yə vururuq da, bərabərdir 1200, artıq x də alınır 360. Cavab oldu x 360, y 420, A variantı. Bu yaxşı sual idi. Qeyd edin dəftərinizə əziz şagirdlər. Keçirik növbəti suala. Növbəti sualımız əkyob və faizə aid məsələdir. Deməli, bizə əkyob 87-88 verilib. Biz də bilirik ki, 87 və 88 ardıcıl ədədlərdir və ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkyobu isə onların hasilidir. Deməli, burada bizə əkyob verildiyinə görə bizdə bunların əkyobu 87 ilə 88-in hasili olacaq. O da 7656. Sonra ikinci sualımız var ki, 60-ın 80 faizini, 60-ın 80 ədədin faizini taparkən verilmiş ədədi göstərilən faizə vurub 100-ə bölürük. Bu deyilir 48. Cavab oldu C variantı. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımız isə bizdən tələb olunur ki, 2 ədədin cəmi 80-dir. Yəni yazıram x plus y 80-dir. Və birinci ədədin 25%. Biraz yuxarıdan yazaq ki, izah yaxşı olsun. X plus y 80-dir. Birinci ədədin 25% ilə ikincinin 40%-nin cəmi 23-ə bərabərdir. Yəni x vuraq 25 böl 100. Y vuraq 40 bölək 100 bərabərdir 23-ə. Hər tərəfi biz burada nəyi edə bilərik? 100-ə vursaq 25x plus 40y bərabərdir 2300-ə. 100-ə vurduq ki, azad olsun. X plus y 80-dir. Bunu nəzərə alsam, x-i buradan tapsam ki, x bərabərdir. Hər tərəfi 5-ə də bölə bilərəm əslində. 5-ə bölsəm 5x plus 8y bərabərdir. 2300-ü də 5-ə böləndə 460. İndi x-i buradan əvəzləsəm 80 çıxaq y olur. Gətirib burada yerinə yazsam 5 vurulsun 80 çıxaq y, yəni x-in yerinə 80 çıxaq y yazıram. O da edəcək 400 çıxaq 5y üstünə gəlinsin 8y bərabərdir 460. 3y bərabərdir 60. Y-i tapdıq 20. Y 20-dir. İkinci ədəd tapmaq üçün cəmi 180-də, ikinci ədədimdə olacaq, x-imdə olacaq 60. 60-dan 20. Cavab olacaq D variantı. Keçirik növbəti suala. Növbəti sual qaydaya əsaslanan bir sualdır. Deyir ki, üçbucağın daxili bucaqlarının cəmi neçə dərəcədir? Üçbucağın daxili bucaqlarının cəmi 180-dir. Xarici bucaqlarının cəmi isə 360-dır. Cavab oldu A variantı. Mərkəzi bucaq 80-dir. Mərkəzi bucaq nədir? Bax. Təpəsi mərkəzdə yerləşən bucağın mərkəzi bucaq. Bu 80-dirsə, bunun söykəndiyi qövs də 80 dərəcə olacaq. Cavab oldu B variantı. Yəqin ki, sınaq suallarımız sizlər üçün aydın oldu, əziz şagirdlər. Nə çətinliyiniz varsa, rəy bölmələrində yazmağı unutmayın. Hələlik.